Həsən, sağ ol. Sağ ol, mənə, nə sağ ol? Sağ ol. Qızlar necəsiniz? Deməli, bugün getdik. Mirana bağça maraqlandı, çox yerə getdik. Bir də azadlıqda bağça tapdıq, çox qəşəngdir. Miran da çox xoşuna gəldi. İnşallah Miran bağçaya qoyacaq. Hər dəfə xəstələnəndə bağçasını dəyişirəm. Ürəyimə yatmır, amma bu dəfəki ürəyimə yatdı. Hə Miran? Gəlib şadlayayım. Deməli, yenə Miranı çıxartmışıq çölə və yenə Mirana bağça maraqlanırıq. Çox qəşəngdir. Bağçanın görünüşü mənə çox xoşuma gəldi. Bura Azadlıq Parkının yanındadır. Bunları gözləyirəm. Görüm gəlib çıxa bilsələr. Sizi gözləyirlər, tez olun. Sən uşaq vaxtı işlədən qorxmurdun. Uşaq böyrü üstə qoymuşsan, deyirsən ehtiyatlı ol. Mira! Ay. Məndən qorxursan, sən də bir də... Niyə ölürsən mən uşağıma? Tək görübsən. Mənə bildi ki, burada da keçmək var. Mira! Deyir ehtiyatlı ol, hə? Qorxursan? Ayağın birinin qabağı qoy, birinin arxaya. Acmısan? Nə çox gəzdin? Ver mamunu götürüm, sən də özün qalx. Bunu düş, pilləkəni qalx, mamunu götür. Gəl. Ya, əlbi yerə vurma ha. Tut əlimi bundan. Sökə. Oy! 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 Kızlar, şarma Miran en sevdiği yemeklerden biridir. Fast food deyim. Hə, o stol sənin, narahat olma. Ata deyirəm ki, Miranı maşınla gətirərəm, bağçasına qoyaram. Özüm də 1 saat parkda gəzərəm. Üzgüçlüyə də yazdırarsan. Həm idman eləyərəm, həm də düz parkın yanındadır da. Üzgüçlük də buraya yaxındır. Hə? Yaxşı olar, hə? İdman. Bir quşdan 2 quş vur. Yenə özümü düşündüm, gördüm. 3 saat düşdü. Sən olsa, Murad təzə işə girib qızlar. Deməli, gecə saat 5-də 6-da gəlir. Səhər də 5-6-ya qədər bizdən olur da. Gözü yatırdı, ancaq yatır deyə. Bugün inansız güclə durquzmuşam mı? Dodamı kiberimin uçuqluyubdu. Dolğu zad elətdirməmişəm ha. Mən elə baxdı ki, elə bir həqiqətən elətdirmişəm. Nə olub, neyə keyfiyyət? Boğazım ağrır. Hasta mısın? Aa, o uşaq fol deyə qaldı. Gördüm yatıyor. Qardaş, bir dənə baxarsınızsa. Bir dənə çay verə bilərsin. Ya çay verərsən? Çay. Qızlar, şarmaya gələndə həmişə çayda içək. Çox sağ olun. Sıram, buna sıram. Bundan verərsən. Şirniyyat verirlər, çox dadlı olur da. Yunan bükmələri var. Amacı sipariş vermişəm. Onu vermədən onu. Yunan bükməli. Pandör verə bilmirsənsə lahmacunlar. Niyə qışqırırız ha? Yedi. Atay olar, hə? Bu da anaya da olur. Bu da atay olar. Bu da anaya olur. Atay olar. Ya ondan bir ana da olar. Çay gözdəydi qıza, çay töküldü. Miran dedi olmaz. Başına gəlir. Mən kimi yeməkdən çay içiyorsan. Çay isti deyil, ata. Yavaş tutsa ne olur? Maşallah, bir əlindən. Şarmı sipariş elədi yemədən. O apa evdə gəldik, hə? Evdə şarmı yiyəcək o. Yox. Qalmış şey yemir. Yeməyəsən. Niyə? Yox, istəmir. Bir də heç xoşlayırsan. Uuu.
Mənlik də öyle deyir Sən ata. vermirsən, yaxşı ver mən verirəm. Ver. Allah sən ödə. Ver mən verirəm. Ver mən verirəm. Nə? Ooo. Vermə. Çay boyu çox qoydu elə bir. Görsənməsin deyir. Yavaş sığalla. Nə sığalla pişir. Nə qəşəng. Ay mən fikir versən, pişiklər heç bir Mirandan qaçmır. Biraz sığalla pişir. Sən ayağla. Sığalla. Sığalla on yavaş. Evet. Belə elə Amira. Belə elə. Ayağla. Ayağla. Sən də elə. Ayağla. Bu tərəf elə də bu tərəf. Ayağla. 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 Elə sən də. Qəşəng də pişir. Oy. Ay, başı deyərək. Pişik görəndə mən. Ay pişik. Düş. Qaçdı pişik. Den gəl. Gəl. Getdi. Dən derin də dən. Dən, indi gözləsən. Bura getirsən. Bura getdin sən. Nasıl sən? Gəl mən sözü. Gəl də gəl Miranla oyna. Deyək, deyək. Gedir. Gedir mi lan? Deyir dəymə balalarıma Miran. Qorxdum. Uşaq bir şeydən qorxdum. Ham. Öyle. Ay Miran üstüme çıxır. Ay Miran pişirməm, niyə üstüme çıxır? Göz nəfis var məndə. Miran koyma da ne mama astı. Çıkır ona. Dedi anama heç kəs toxuna bilməz. Gedir. Dedi. Gedir sen ona. Ona den ki ged o tarafa. Çin dilində danışır, təzə dildə. Təpik vurmaq olmaz axı. Bab yazıq deyil. Ne diyor? Olmaz ya elə eləmək. Dilin altında ancaq danışır. Ay Mira. Mira baxdı, gəzib yoruldu. Yatıbdı. Atamız da işə tələsir. Murat Miran yatıb. Kızlar şkafları yoruşduram, tozlarını silirəm. Dişi gələndə deyə, paltarımın üstüne işəyərsən. İşte. Bundan bilirsiniz ev yığışdırmaq nə qədər çətindir. Təsəvvür siz yığışdırırsınız, bu gündə bir tanalli qırır, bir dənə nə bilim bir şey qırır da, nəsə qırır da yəni. Eləmə, bunun əlindən bütün reklam etdiyim səhifələrdən əməkdaşlığı kəsdim. Çünki bütün kosmetikaları qırır. Belə eləmir. Bütün hamısını məhv edir. Həqiqətən evdə 2 dənə 3 dənə şey qalıbdı. Axırda 1800 manatlıq kosmetika məhsulları sifariş eləmişdim. Reklamı işlədiyim əməkdaşlıq səhifəm var idi. Hamısını zay-zuy elədi də qızlar. Ortalıqda qalır. İnansa çoxsunu mamam dildə gətirmişəm. Yəni yenə də deyirəm, qırır, tökür, qırır, tökür, qırır, tökür. Heç də qoymur ortalıqda. 2-3 dənə məhsulum qalıb bura bax. Gündə bir şey qırır. No. Deməli qızlar. Burada iç geyimləri var, təzə aldıqları. Şalvarlarımdır. Yine güzel şalvarlarım var, Bunlar yuxarıda çıxardı. Bu da Trendyolda var. Balaca esbədə də girməsə etmir. Bunlar da yolda baxın. Şalvardan ötürü ürəyim gedir. Heç kəsə vermirəm. Nə qədər paltar hələ evdən şey eləmiş amma. İnşallah bunların içine girə bilərəm qızlar. En sevdiğim şalvar bak budur. Bu beline bakın çıktı. Çok güzel.
şalvar giyinən adam məndən soruşmuşdu. Aa, bunlar nədir belə? Gözləyib şalvarımı. 2018-də mən onu saxlayıram. Heç kəs qırmadı. İndi 2 dəqiqə ora qoydum. Sən qırdın onu. Bütün çərçivələrimi qırmısan. Deməli, mən bir dənə də çamadanım var. Orada nələr saxlamışam. Demək 2018-də hər kəs soruşur ki, Murad necə tanış olmuşsunuz? Baxın qızlar. Muradda da var, məndə də var. Bərbər idim, bərbər. Böyle üzgüçlüyə gedirdi. Üzgüçlük papağım. Açkimi də tapdım. Açki də içində də oturdu. Onları qoyum, oraya yenə gedəcəm. Bu da Murad'la ilk dəfə çəkiliş eləyəndə tanış olduğumuz günü yazdırmışdıq. Deməli, məndə 15 ildə onda Martda tanış olmuşduq deyə 03 yazılmışdı. O qardaşına verdi. Onun üçün də davamız da düşmüşdü. Sonra belə bir belə deyim də xırdalan çəkilişini eləyəndə mağaza çəkilişini orada götürmüşdük. Onu da saxlamışam, geyinməmişəm. Baxın. Hamiləlik karsetim, hamiləlik çıxış geyimim. Yo, bu toy gəlinlik biridir. Salon çəkilişində almışdım. 70-80 manat tükləri vardı. Tüklərini qopartmışam. Bunlar hamiləlik paltarlarımdır. Baxın, hamısı saxlamışam. Çıxışda geymişdim. Hamiləlik çəkilişində geymişdim. Cinsiyyət partisində bunu geymişdim. Vaxt olmuşdu. Hamısını saxlamışam. Yığıram bura. O çamadanı da boşaltdım. Hələ nə qədər donlar, zatlar yoxdur. Qızlar. Sonra vaxt aldıqlarım. Evli olan aldıqlarım. Bunlar hüfrüməyə gəlmir. Vardı. Bunları da bəzdən saxladım. Bunları da yığdım. Kiməsə verəcəm. Görün nə qədərdir. Alt pencəyimi də yudum qızlar. Buradan astım. Heç vaxt paltar yuyanda yumurdum. Amma bu dəfə yudum ki, nə olar da. Bu 120 manat almışdım. Amma adam çox kök göstərir. Bax, Miran səsi çıxmır da. Görək nə var. Nə varsan sən? Mən deyirəm 2 dənə kosmetikam var, onu da içine eləyəcəm. Ya səbir, ya səbir, ya səbir. Onu üzə vurmurlar. Heç olmasa düzgün baxır gəl. O bir üzə də vur. Çırpılarsan. Allah'ın olsun çırpılarsan. Bu videodan sonra həqqi çırpılarsan deyə də bilmədim. Getdik çırpılmağa. Ələtdirim topuq vuruyor. Gedirik çırpılmağa. Allah'ın olsun çırpacağım. Həqiqi çırpacağım. Kızlar ben çırpacağım. Ben deyirəm çırpacağım. Hə. Uşağını çırpıyan bilsiz nə olur. Mən səni çırpım, sən də bax. Deyəm. Çırpacağım indi mən sən. Üzün nədir Miran sənin? İndi gədə çırpım, sən bax indi. Qəşə çırpılasan ha. Kıt çırpılandı görəsən. Gəl çırpılasan gəl. Gəl çırpılasan gəl. Çırpılıb yatasan. Bura bax da, gör nə günə qoydu özünü. Gəl çırpılıb yatasan gəl. Hə, oyna. Gəl çırpılıb yatasan. Sən çırpılıb yat. Çırpılıb yat. Çırpılıb yat. Hay Allah. Bəli, bu oğlan səhər tezdən durub mənə makaron bişirdirdim. Qızlar heç olmasa bir boşqaf yedi. Şükür. Hə, verin gözə. Bir də mən də belə durub meyvə şirəsi çəkdim. Kök, alma. Kök, alma, bir də çondur idi. Hə. Özüm içdim. Və qabları da yumuşam gördüyünüz kimi. Nə qədər qab yumuşam.
Bunların qablarını yumaq asaddır. Suyu vuran kimi təmizlənir. Bu qablar çoxdur da. Burada da Miran dərmanlarını verirəm. Hər yeri dərman deyil. İştah dərmanı budur. D vitamini də budur. Bunu verirəm. Türkiyədən almışdım. Türkiyəyə gedəndə. Burada da var. Burada 20 neçə manat deyil. Buradan alsaz yaşdır. Trendyolda da elə 20 neçə manata gəlir, çıxır. Buraları yığışdırır. Ne yapsam Mira? Ne yapsam neyse. Markede elini içine vurmur ama deyir mən şokolata. Ben de deyirəm olmaz abi. Yok olmaz burada hiçbiri sende. Değil mi? Ülke götür dışarı getir gel. Olmaz. Gel buradakilerden götür. Yok şokolat olmaz. Ben getirəm. Ben getdim. Olmaz. Olmaz. Her canında üç kere bir şey aldırmalısın da he? Ne götürdün? Neyinirsən onu? Demədim onu götürmə. Geldik eve, çimdik, yeməyimizi yedik, canlılar açdıq, söhbət elədik, biraz şirinlik elədik, yatdı. Hoqqa verirdi canlıda qızlar. Qızlar zatları öpüb eləyirdi. Gönlümə o qədər uşaq düşübdü, Allah'a and olsun. Burada Miranın uşaqlıq şəkillərini atıram. Hər kəs də soruşur, ikinci uşaq, amma inanın ki, hələ istəmirəm. Amma burada belə bir qışqırtma eləmək istəyirəm. Olsa o YouTube'a baxmır, onun üçün rahat çəkirəm. Deyirəm, eləsəm nə olar? Qətiyyən yəni baxmıra YouTube'a, Allah'ın da olsun. Çünki onun işi elədi ki, telefon orada olmaz, evə də gəlir, axşam yatır. Burada qışqırtma eləmək istəyirəm. Ayda çox gövrəydi. Amma Murat hələ ki uşaq istəmir. Mən də istəmirəm. Amma arada Miran videolarını atıram ki, bax. Necə şirindir. Deyirəm, uşaq istəyirəm. Deyir ki, şeydə alıb gətirərəm sənə. Gözünü ekran qayd eləyim. Hər dəfə deyirəm. Sən dünən də Miranın uşaqlıq videolarını atmışdım. Gözləyim dedim. Dostlarım kaçıncı sadece Murtaşa deri alarak bazardım. Her defa bir söz deyir. Kimse onu hazır vəziyyətdə gətirsəydi mən baxardım. Ay, hamileliği çox çətindir. Mən hamileliği çox çətin keçirdirəm qızlar. Oy. Elə biləm ki, ancaq mədə ağrılarım olur. Siz hamile olanda en çok belə deyim də ağrılarınız nə ilə bağlı? Bu məndə mədə ağrısı. Bir də ilk ayından 9 ayına qədər kusmuşam qızlar. Adam var kusmur amma mən çox kusuram. Dəhşət çox kusuram. İndinin özündə də bayaqda kusmuşam. Yemək yeyirəm məsəl üçün ağlıma nəsə yemək haqqında nəsə gəlirsə gedib kusuram. Özümdən asılı olmayan bir şeydir. Qəzadan sonra baş verdi məndə. Belə. İndi Murada qışqırtma eləmək istəyirəm. Ay Allah. Amma əlim gəlmir çünki pis olar, ağlayar, eləyər. Həqiqətən. O çox kövrəkdir. Hər nəsə. Məndə də Miran testləri var. Açıq aydın burada dedim. Hər nəsə. Eləyim eləmiyim. Yeməyi unuttum. Siz hamileliğin başını bırakın. Kızlar, çox qəşəng bir əməliyyata gedəcəm. Deməli, komplekslərdən azad olmaq istəyirdim. Nə vaxtı bu gözək gəldi. Və Muradın icazəsini gözləyirəm. Bədən şəkilləndirmə zad deyil. İndəndir. Üzlə bağlıdır. İnşallah sağ-salamat ona girib çıxaram. Ayda o kadar çok istəyirəm o əməliyyatı. Murad razı deyil idi. İndi Muradın razılığını gözləyirəm. Biraz da sağalım, müalicə alıram.
10 gün azada gedib girməyə düşünürəm. Prosto mənə kim baxacaq? Ay. Biraz ağrılı əməliyyatdan. Sizə nədir? Məni tanıyan izləyicilərim bilər. Girməyim. Ama düzdür, həkim deyir ki, belə qəşəksən. Alın qızlar, çox konuşdum. Səhifəmizə abunə olub, yorum yazıb, bildirişləri açmağı unutmayın. Batı. Gucu.